Salam əziz şagirdlər, bugün karbohidratlar mövzusuna olan suallara baxacağıq. Birinci sualda deyir ki, nişasta üçün hansı ifadələr doğrudur? Hidroliz edir, bəli, nişasta polisaxariddir və hidroliz edə bilər. Suda yaxşı həll olur, xeyr, polisaxaridlər suda yaxşı həll olmur. Həm xəttli, həm şaxəli quruluşludur, bəli, nişasta üçün bu xarakterikdir. Birdə olacaq C variantı. İkincidə, hansı karbohidrat hidroliz etmir, aldehid spirtli və 1 mol 3 mol nitrat turşusu ilə tam efirləşir? A variantı selülozdan götürə bilmərik. Çünki selüloza polisaxariddir və hidroliz edə bilir. B-də riboza hidroliz etmir. Aldehid spirtdir, amma onun 1 molunun tam efirləşməsi üçün 4 mol nitrat turşusu lazımdır. Buna görə cavabımız olacaq burada dezoksiriboza. Dezoksiriboza hidroliz etmir, aldehid spirtdir və onun 1 mol 3 mol nitrat turşusu ilə tam efirləşir. Amma D-də də məsələn qlikozanın tam efirləşməsi üçün 5 mol nitrat turşusu lazımdır. Yəni bu hər üç xüsusiyyətə uyğun gələn Y variantı dezoksiribozadır. Üçüncüdə, riboza üçün hansı ifadələr doğru deyil? Monosaxariddir. Bəli, monosaxariddir. Bir doğrudur. Bizə yanlışlar lazımdır. Ona görə biri götürmürük. Hidroliz edir. Xeyr. Monosaxaridlər hidroliz edə bilmir. 2-ni götürərik. Molekulunda 4 asimetrik karbon atomu var. Bəli, ribozanın molekul deyirsə, yəni molekul deyirsə biz orada açıq quruluşu nəzərdə tutmalıyıq. Açıq halda ribozanın 3 dənə asimetrik karbon atomu olur. Ona görə 3 də yanlışdır. Hidrogenlə reduksiyasından 4 atomlu spirt alınır. Bu da yanlışdır. Çünki ribozanın hidrogenlə reduksiyasından 5 atomlu spirt olan ribit əmələ gəlir. Demək 4 də yanlışdır. Gümüş güzgü reaksiyasına daxil olur. Bəli, bu düzdür. Cavab olacaq 2, 3, 4 C variantı. Sonra 4-cü sual. Glikoza açıq formalı molekulunda asimetrik karbon atom sayı M, molekulunda olan atomların ümumi sayı. Glikozanın formulu C6H12O6. Molekulunda atomların ümumi sayı, yəni N bərabərdir 24-ə. Və açıq halda da glikozanın molekulunda asimetrik karbon atom sayı 4-ə bərabər olacaq. M də bərabərdir 4. Bizdə də deyir N böl M-i tap 24 böl 4, 6 olacaq. 4-də A variantı. 5. 3 mol glikozanın qıcqırmasından alınan etil spirtinin katalitik oksidləşməsindən neçə qram sirkə turşusu alınır? Glikozan qıcqıran zaman etil spirti, yəni C2H5OH, bir də karbon qazı alınır. Əmsallaşdırsaq, bura 2 atdıq, burada 2 atırıq, düzəlir. İndi 3 mol glikozanın qıcqırmasından nə qədər etil spirti alınır, bilmirik. Amma 1 molundan 2 mol alınır. Buradan da x bərabərdir 6. İndi bu etil spirtini oksidləşdiririk. C2H5OH və alınıb sirkə turşusu. CH3COH. Bizdən bu alınan sirkə turşusunun neçə qram olduğunu istəyir. 6 mol etil spirti oksidləşən zaman neçə qram sirkə turşusu alınır, bilmirik. M yazaq. 1 molundansa alınır 60. Buradan da tapırıq ki, M bərabərdir 6 vurulsun. 60 yəni 360. 5-də olacaq D variantı. 6. Hansı proses nəticəsində glikoza etil spirtinə çevrilir? Bu olacaq qıcqırma reaksiyası. Qıcqırma nəticəsində glikozanı bilir ki, 3 istiqamətdə qıcqırır və onun qıcqırma məhsullarından biri də etil spirtidir. 6-da C variantı. 7. Dezoksiriboza üçün hansı ifadələr doğru deyil? Hidroliz etmir. Hidroliz etmir, əslində yəni bu doğru ifadədir. Monosaxaridlər hidroliz etmir. Bizə yanlışlar lazımdır. Siklik formalı molekulunda 2 asimetrik karbon atomu vardır. Dezoksiribozanın siklik halında, yəni qapalı quruluşunda onun 3 dənə asimetrik karbon atomu var. Ona görə 2 yanlışdır. Hidrogenlə reaksiyasından 4 atomlu spirt əmələ gəlir, bəli, düzdür. 4 atomlu aldehid spirtdir, xeyr. Bu yanlışdır. 7-də olacaq C variantı. 8. Verilənlərdən hansı nişasta ilə zəngindir? Nişasta ilə zəngin olan təbii ki, olacaq kartop yumrusu. 8-də B variantı. Hansı maddənin iştirakı ilə glikozanı glikon turşusuna çevirmək olar? Demək, glikozaya biz ya gümüş peroksidin amoyakda məhlulu ilə və yaxud da ki, mis 2 hidroksidin məhlulu ilə oksidləşdirsək, glikozanı bu zaman glikon turşusuna çevrilə bilər. Buna uyğun olaraq cavabımız olacaq Y variantı. 10-cu. Verilmiş karbohidrat. Burada baxırıq, bu glikoza deyil. Yəni glikozadan fərqli olaraq bu əgər 4-cü karbonda OH yuxarı, H aşağıdırsa bu olur galaktoza. Ona görə cavabımız olacaq 10-da D variantı. 11. Fotosintez prosesi nəticəsində 67,2 litr karbon qazı udularsa neçə qram glikoza alınır? Fotosintez tənliyini yazaq.
Karbon qazı, su alınır, glikoza və oksigen. Fotosintez nəticəsində bilir ki, şəkər və oksigen alınır və glikozadan başqa qalan hər yerə 6 atırıq. Əgər 67,2 litr karbon qazı udularsa neçə qram karbon qazı alınır? Bilmirik. Bizdən onu soruşur. İndi karbon qazının litr dediyi üçün, həcm dediyindən 22,4 vururuq əmsalına 6. Bu zaman neçə qram glikoza alınır? 180. Buradan da hesablayıb tapırıq ki, M bərabər olacaq 90-a. 11-də E variantı. 12. Hansı karbohidratın 1 molunun tam hidroliz ilə 2 mol glikoza alınar? Bu olacaq maltoza. Maltozanın hidroliz nəticəsində 2 dənə glikoza molekulu əmələ gəlir. 12-də olacaq C variantı. Sonra 13-cü sual. Karbohidrat verib. Reduksiya məhsulu sorbitdir. Mis-2 hidroksid ilə oksidləşmə məhsulu isə Y-dir. Demək, reduksiya məhsulu sorbit deyirsə, bu zaman bu olacaq glikoza. Glikozanın reduksiyası nəticəsində, yəni hidrogenlə reduksiya etsək, sorbit verənlər həm glikozadır, həm də fruktozadır. Amma indi bizə nəyi ipucu verir ki, onun mis-2 hidroksidlə oksidləşmə məhsulu. Yəni demək, bu ikisindən mis-2 hidroksidlə oksidləşə bilən glikozadır. Fruktozada keton qrupu var. O mis-2 hidroksidlə oksidləşərək turşu əmələ gətirə bilmir. Ona görə X-imiz olacaq glikoza. Onun da mis-2 hidroksidlə oksidləşməsindən alınır glikon turşusu. 13-də C variantı. 14. Fruktoza üçün hansı ifadələr doğru olan ifadələr? Maltozanın hidroliz məhsuludur. Fruktoza xeyr, bu yanlışdır. Saxarozanın hidroliz ilə alınır, bəli. 2 doğrudur. Hidrogenlə reduksiyasından 5 atomlu spirt əmələ gəlir. Bəli, 5 atomlu. Hidrogenlə reduksiyasından 5 atomlu spirt yox, 6 atomlu spirt əmələ gəlir. 3 yanlışdır. Suda yaxşı həll olur. Bəli, monosaxaridlər suda yaxşı həll olan maddələrdir. 2, 4, 14 olacaq A variantı. 15. 22,4 litr formaldehiddən neçə qram glikoza almaq olar? Formaldehid, HCOH. Alınır glikoza. C6, H12, O6. Bura 6 atırıq. 22,4 litr formaldehiddən, bir dəqiqə burada oksigen birini artıq yapmışam. HCOH. 22,4 litr formaldehiddən neçə qram glikoza almaq olar? Bilmirik. Amma 6 vur 22,4-dən 180 qram glikoza alınır. Buradan da tapırıq ki, M bərabər olacaq 30-a. Bu da olur Y variantı 15-də. 16. Hansı maddələr nitrat turşusu reaksiya məhsulu mürəkkəb efirdir? Mürəkkəb efir əmələ gətirə bilər. Fenolla yoxdur. Fenolla nitro birləşmə alınır. Gliserin bəli nitrat turşusu ilə mürəkkəb efir verir. Tololdan yenə nitro birləşmə. Selülozadan da mürəkkəb efir alınır. Glikozadan da mürəkkəb efir alınır. Anilindən də yenə nitro birləşmə. Cavab olacaq Y variantı. 17. Karbohidrat polimerləşmə dərəcəsi. Karbohidrat olaraq selüloza, polimerləşmə dərəcəsi N. Makromolekulunda hidroksil qruplarının sayı. Demək, əgər selüloza molekulunda N dənə, yəni polimerləşmə dərəcəsi N-dirsə, onun makromolekulunda hidroksil qruplarının sayı 3-dür və polimerləşmə dərəcəsi N olduğu üçün 3 vururuq N-ə 3N olacaq hidroksil qruplarının sayı. 17-də C variantı. 18. Hansı karbohidratların 1 molunun sirkə turşusu ilə tam efirləşməsi zamanı 4 mol su ayrılır. Bu olacaq glikoza yox, glikoza olmaz. Sirkə turşusu reaksiya daxil olduqda 4 mol su ayırmaz. Riboza olacaq. Bəli, ribozanı götürə bilərik. Başqa fruktoza da yox. Olmur. Çünki glikoza ilə fruktozanın formulu eynidir. Ona görə hər ikisində olmayacaq. Dezoksiribozada da həmçinin. Buna görə olacaq cavabımız yalnız 2 A variantı. 19. Glikoza, riboza siklik formada molekulunda olan asimetrik karbon atomlarının sayı. Siklik formada, yəni qapalı quruluşda glikozada asimetrik karbon atomlarının sayı M bərabər olacaq 5-ə. Ribozada isə demək qapalı quruluşda olur 4 dənə. Bizdən də bunların cəmini soruşur. 5 üstə gəl 4 olacaq 9. 19-da C variantı. 20. Glikoza üçün hansı ifadələr doğrudur? Siklik formada molekulunda 4 dənə asimetrik karbon atomu var. Xeyr, siklik formada
Qlikozada 5 dənə asimetrik karbon atomu var. Hidrogenlə reduksiyasından alınan 6 atomlu spirt əmələ gəlir. Bəli, 6 atomlu spirt olan sorbit əmələ gətirir. 2-ni götürürük. Adi şəraitdə bərk haldadır. Bəli, qlikoza bərk haldadır. 3-ü də götürdük. 4 atomlu aldehid spirtdir. 4 atomlu yox. 5 atomlu aldehid spirt olur. Buna görə də doğrular 2, 3, 20-də C variantı. 21. Karbohidrat molekulunda proton sayı, neytron sayı və bunların fərqlərini tapmalıyıq. C6, H12, O6. Demək, protonların sayını ilk olaraq tapaq. Karbonun kütləsi 12, protonu 6, hidrogen 1, 1, oksigen 16, 8. Protonların sayını tapaq. Proton sayını bizdə M ilə işarə edib, M yazaq. Karbonun 6 protonu var, vururuq sayına. 6 dəfə 6, 36. Üstə gəl. Hidrogenin 1 protonu var, vururuq sayına. 1 vuru 12 edir 12. Üstə gəl. Oksigenin 8 protonu var, vururuq sayına 48. Cəmi edəcək 96. Neytronların sayını tapırıq. Kütlədən çıxırıq proton sayı 12 çıx 6. 6 vururuq sayına. 6 dəfə 6, 36. Hidrogende 1-dən 1 çıxırıq 0-dır neytron. Baxmırıq, oksigen 16-dan 8 çıxdıq. 8, 8 dəfə 6, 48. Bu da edəcək 84. İndi bizdə nə istəyir? M-N fərqi, yəni 96-dan 84 çıxsaq edəcək 12. 21-də B variantı. 22. Glikoza molekulunun açıq formasında olan ikili karbon atomlarının sayı karbon atomlarının ümumi sayına neçə dəfə azdır? Glikozanın açıq formalı quruluşunu belə yazdırıq. 6 dənə karbon. Bu axırıncı qrup olur aldehid qrupu, çünki aldehid spirtdir. Yerdə qalanlara OH qrupu birləşdiririk. OH, yəni hidroksil qrupu. İndi qalanlar da hidrogen gəlir. Hidrogenləri tamamlasaq, H bu formada. İndi bizdə nə istəyir? İkili karbonların sayı. Bu karbon, birinci karbonumuz bir karbona əlaqələnib birlidir. Bu iki karbona əlaqələnib ikilidir. İki karbona əlaqələnib ikilidir. İki karbonun əlaqələnib ikilidir. Bu karbonumuz da ikilidir. Bu da birlidir. Onda ikili karbon atomlarının sayı oldu 1, 2, 3, 4 dənə. İkili karbon sayı karbon atomlarının ümumi sayına. Karbon atomlarının ümumi sayı bilir ki glukozanın formulu C6H12O6'dır. Karbon atomlarının ümumi sayı 6'dır və bu 4 6'dan neçə dəfə azdır? 6'nı bölürük. 4'ə edir 1,5. 22'də oldu A variantı. 23. Saxarozanın hidroliz məhsullarını müəyyən edin. Saxarozanın hidrolizindən əmələ gəlir alfa glukoza ilə beta fruktoza. Onların da formulları olacaq. Demək, ikinci, bir də üçüncü. 2, 3, 23'də olur D variantı. 24. Glikozanın gümüş güzgü reaksiyası üzrə tam oksidləşməsi zamanı 0,2 mol gümüş əmələ gəlmişdir. Bu zaman qabda olan üzvü maddənin kütləsi neçə qram artar? Demək, glikoza gümüş güzgü reaksiyasına daxil olduqda C6H12O6 gümüş piroksidlə reaksiyaya daxil olur. Buradan alınır glikon turşusu. Yəni CH2OH CHOH-dan 4 dəfə bir də bu gəlir turşu qrup karboksil radikal. 2 dənə də gümüş ayrılır. Başqa əmsala ehtiyacımız yoxdur. Bircə bura 2 atırıq. İndi 0,2 mol gümüş əmələ gəlmişdir. Bu zaman qabda olan üzvü maddənin kütləsi neçə qram artar? Biz baxsaq, hətta bu glikozanı da açıq şəkildə mən quruluşunu yazsam, 6 dənə karbon yazırıq. Burada radikal, bura HOH, 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 burada 2 dənə HOH. Biz baxsaq, yəni burada da CH2-dir, CHOH-dan 4 dənədir, COH. Bunlar bir-birindən sadəcə bu radikal hissəsinə görə. Burada aldehid qrupu var, burada karboksil qrupu var. Bunlar yalnız bir-birlərindən bu radikallara görə fərqlənirlər, funksional qruplara görə fərqlənirlər və bu funksional qruplarda görürük ki, COH hissəsi eynidir. Bir dənə bu oksigen burada, yəni bir dənə oksigen turşu glikozadan çoxdur.
Ona görə demək turşudan bir dənə oksigen ondan çoxdur. Yəni 16 qram artım olmuş olacaq qlükozanın oksidləşməsi zamanı. Demək, bu zaman 2 mol gümüş alındıqda 16 qram artım olursa 0,2 mol gümüş əmələ gəldikdə neçə qram artım olacaq? X. X də bərabər olacaq 1,6. 24-də olur B variantı. 25-ci sualda nişasta tam hidroliz məhsulunda olan oksigenin kütləsi 48 kiloqram, hidrolizə sərf olunan suyun kütləsi. Demək, nişasta formulu C6H10 O5-dən N dəfə. Hidroliz olan zaman əmələ gətirir qlükoza. C6H12O6. Bunu hidroliz edirsə, üzərinə su da gəlməli. Bunu unutmuşam. N mol H2O. Demək, nişastanın kütləsi, tam hidroliz məhsulunda olan oksigenin kütləsi, hidroliz məhsulu qlükozadır. Oksigenin kütləsi 48 kiloqram olarsa, bu zaman hidrolizə sərf olunan suyun kütləsi M-dir. Amma hidroliz məhsulu, yəni qlükozda neçə qram oksigen var? 6 dənə oksigen, yəni 16 vur 6, 96 N və N-ə də vururuq. 96 N qram oksigen olarsa, bu zaman sərf olunan suyun kütləsi 18 N-dir. Buradan da M bərabər olacaq 9-a. 25-də D variantı. 26. Karbohidrat, qlükoza kütləsi M, mis-2 hidroksidlə oksidləşməsindən alınan üzvü maddənin kütləsi. Demək, qlükoza CH2OH, CHOH-dan 4 dənə COH, oksidləşir, əmələ gətirir qlükon turşusu, CH2OH, CHOH-dan 4 dənə COH. Demək, bunlar bir-birindən görürük ki, bu hissələr eynidir. Bu hissə hər ikisi üçün eynidir. Yalnız fərqli olan bu hissələrdir ki, bu da görürük ki, bir dənə oksigen qədər fərqlənir ondan. Yəni, bu da nə deməkdir? 16 qram artım var. 16 qram artım olduqda görək, nə qədər reaksiyaya daxil olub qlükoza? 180 qram. İndi kütləsi M imiş. Alınan məhsul M plus 8-dir. Nə qədər artım var burada da? 8 qram. 8 qram artım olduqda nə qədər qlükoza reaksiya daxil olur? M. Buradan da M bərabərdir 90. 27. Monosaxaridləri müəyyən edin. Monosaxaridlər qlükozadır. Saxaroza disaxariddir. Riboza monosaxariddir. Selluloza polisaxarid, maltoza disaxariddir. 1, 3, 27-də. 28. Qlükoza üçün doğru deyil. Gümüş güzgü reaksiyasına daxil olur. Bəli, bu doğrudur. Hidrogenlə reduksiyasının 5 atomlu spirt alınır. Xeyr, 6 atomlu spirt alınır. Suda yaxşı həll olur. Bəli. Hidroliz edir. Xeyr, monosaxaridlər hidroliz etmir. 1 molu 4 mol sirkə turşusu ilə tam efirləşir. Bu yanlışdır. Əslində qlükozanın 1 mol 5 mol sirkə turşusu ilə tam efirləşir. Ona görə cavab olacaq 28-dir. 2, 4, 5. 29. Qlükoza qıcqırıb. Əgər 3 dənə məhsul varsa, demək, 3 məhsul varsa, burada bizim qıcqırma məhsullarımızdan biri butan turşusudur və yaxud da ki, yağ turşusu. Karbon qazı, bir də Y-də olur su. Yəni, indi biz müəyyən eləməliyik X, Y-in hansı turşudur, hansı sudur. Nə deyil? X-in tam yanma məhsulu əhəngli suyu bulandırır. Bunlardan yana bilən su və demək, turşudan yana bilən turşudur ki, yəni yağ turşusu yanan zaman karbon qazı əmələ gətirir ki, o da əhəngli suyu bulandırır. Demək, yana bilən X-dir. Onda su da olacaq Y. Hansı reaksiyalar baş vermir? Su etil spirti ilə reaksiya daxil olsa, yəni belə bir reaksiya yoxdur. 1 götürərik. 2. Y mis 2 oksidlə. Burada üzürlü sayın. Bu su yox, hidrogen alınır. Diqqətimdən qaçın. Hidrogendir bu. Aha, indi tapaq. Y mis 2 oksidlə, hidrogen mis 2 oksidlə reaksiya daxil olur, mis su alınır. Yəni bu reaksiya baş verir. Sonra CO ilə hidrogen reaksiyaya daxil ola bilir. Daha sonra Y natrium OH-la hidrogen natrium hidroksid reaksiya daxil olmur. Hidrogen benzolla da reaksiya daxil olmur. Yox, benzolla reaksiya daxil ola bilir.
yəni 5-də gedir. Baş verməyənlər 1 ilə 4 olacaq. 30. Siklik formada molekulunda asimetrik karbon atomlarının sayı 4, 5, 3. Ribozanın siklik formasında molekulunda 4 dənə asimetrik karbon atomu var. Fruktozada da həmçinin 4 dənədir. Saxarozada əslində 9 dənə olur, yəni o bunların heç birine uyğun gəlmir. Glukozada siklik formada olacaq 5 dənə. Dezoksiribozada isə olacaq 3 dənə siklik formada. 1-də AB, 2-də D, 3-də də Y. Demək, karbohidratlar mövzusundan olan suallara baxdıq. Ümid edirəm ki, bütün suallar sizə aydın oldu. Hər hansı bir sualınız olarsa rəylərdə ünvanlaya bilərsiniz. Özünüzə yaxşı baxın. Növbəti videoda görüşərik.